Benim güzel kardeşlerim, güzel halkım, şehidimiz var. 93-cü ilin şehididir. Üç kardeş programı Azər Bağırovun adından buna hazırlayıram ki, yani şehitler unudulmayıb, şehitler yaşayır, yaşayacaq da. Mirəli bu 93'te bu şehit olan Mirəli kardeşimiz, baş leytenant Mirəli kardeşimizdir. Ağdam döyüşlərində Abdulablı Gülablıda bu şehit olub. Bu kardeşimiz. Abdulablı Gülablıda şehit olub Ağdamın kəndi. Bu da bu çəkilişi də çəkirəm Azər Bağırovun adı ilə Üç Qardaş proqramının adı ilə çəkirəm ki, yəni biz hər yerdə varıq. Bu da Meştağa kəndidir. Pirşehim qəbirstanlığı. Burada bəzi başqa şəhidlərimiz də var. 93'te olan şəhidlər də var. Bundan başqa yenə də var. Yəni biz şəhidləri unutmuruq. Biz yaşadırıq. Şəhidlər ölməzdir. Və bizim qəhrəmanlarımızdır bunlar. Özüm də qaziyəm. Elşad Əliyev. Meştağda yaşayıram. Özüm Şirvan şəhərində boyatmışam. Şirvan şəhərində doğulmuşam. İndi Meştağda yaşayıram. 20 ildir de daimi burada yaşayıram. Bu da mən özüm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah dünyalarını versin. Şəhidlər ömrü yaşayır, yaşayacaqlar. Sağ olsun Azər Bağırov da yəni bizə bu imkanı yaradıb ki, şəhidlərimizə paylaşalım. Üç Qardaş proqramının adından bütün şəhidlərimizdən, nəinki burada Mingəçevir, Ağdam, Göyçay, Bərdə, Quba, Qusar, hər yerdə biz varıq. Biz hər yerdə varıq. Yəni şəhidlərimizi unutmuruq. Beləncə reportaj edib paylaşırıq ki, gör xalqımız, millətimiz var olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Ailələrinə Allah səbir versin. Biz hər yerdə varıq. Sağ olsun Azər Bağırov bizə yəni bu imkanı yaradır. Ki, yəni hər yerdə işıqlansın. Bu şəhidlərimiz hər yerdə işıqlansın. Allah bütün şəhidlərimizə rəhmət eləsin.